Azərbaycanda ilk dəfə özəl bir təşkilat IPO elan eləyir. Bəli, bu Paşa Bankdır və yaxın zamanda onların səhmlərinin maliyyə bazarında satışa çıxdığını görəcəyik. Bəs tez-tez eşitdiyimiz bu IPO nədir və ondan necə faydalanmaq olar? IPO termin olaraq Azərbaycan dilinə ilkin kütləvi təklif formasında tərcümə olunur. Bu, bir şirkətin hissələrinin xalqa təqdim olunması və insanların o şirkətdə payçı olmaq imkanının yaradılmasıdır. Daha başa düşülən formada izah eləsəm, normalda özəl şirkəti bir tort kimi təsəvvür eləsək, adətən bu tortun sahibi bir və ya bir neçə nəfər olur. IPO elan etmiş şirkət isə bu tortu çox sayda xırda dilimlərə bölərək o hissələrin hamı tərəfindən satın alınmasına şərait yaradır. Yəni adi bir vətəndaş sadəcə IPO elan etmiş şirkətdən hissə almaqla şirkətin investoruna, həm də bir növ onun payçısına çevrilir. Bəs bu payçılıq anlayışı tam olaraq nədir və tərəflərə nə qazandırır? Əgər siz IPO elan etmiş bir bankdan səhm alırsınızsa, avtomatik payçı olaraq şirkətin dividendinə aldığınız pay qədər şərik olursunuz. Bu isə o deməkdir ki, maliyyə ilinin yekununda şirkətin əldə etdiyi mənfəətdən siz də qazanc əldə etmiş olacaqsınız. Xüsusən də Paşa Bank kimi maliyyə göstəriciləri dayanıqlı və stabil dividend siyasəti olan qurumlarda bu uzunmüddətli gəlir deməkdir. Lakin tək gəlir mənbəyi bu deyil. Əldə etdiyiniz hissələr əslində maliyyə bazarında xüsusi yatırım növüdür. Əgər bankın işləri yaxşı getsə və bazar dəyəri artmağa başlasa, bu avtomatik olaraq səhmlərdə də öz əksini taparaq qiymətin artmasına səbəb olacaq. Nəticədə siz 100 manat aldığınız səhmi bəzən 120, bəzən 200, bəzən də vaxtında alsanız, Nvidia kimi texnologiya şirkətlərində olduğu kimi sonradan qat-qat bahasına maliyyə bazarında sata biləcəksiniz. Paşa Bank da Azərbaycanda ilk dəfə özəl bir təşkilat olaraq IPO elan eləyəcək. Bank bununla həm investorlara, həm də istənilən Azərbaycan vətəndaşına artan uğrunda payçı olmaq fürsəti yaradaraq daha böyük hədəflərə çatmağı planlaşdırır. Elə buna görə də IPO-nun əsas sloqanı "Paylaşdıqca böyüyürük, birlikdə" olaraq seçilib. Bu addım həm də bankın şəffaflığının və hesabatlılığının ən yüksək göstəricisi hesab olunur. Sektorun liderlərindən biri ilə çiyin-çiyinə addımlamaq fürsəti yaradılır. Xüsusi olaraq qeyd edeyim ki, bu məlumat investisiya məsləhəti yox, informativ xarakter daşıyır. Əgər faydalı olduğunu düşünürsünüzsə və ətrafınızda investisiyalarla maraqlanan dostunuz varsa, videonu onunla bölüşməyi unutmayın.